Bismillahirrahmanirrahim. 23-cü hədis. Rəvayət edilir ki, Əbu Malik el-Harith ibn Asim el-Əş'ari radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Təmizlik imanın yarısıdır. Elhamdülillah tərəzini doldurur. Subhanallah və elhamdülillah göylə yer arasını doldurur. Namaz nurdur. Sədəqə dəlildir. Səbir işıqdır. Quran isə sənin ya lehinə, ya da əleyhinə hüccətdir. Hər bir insan səhər evindən çıxıb iş dalınca gedər və nəfsini satar. Kimisi onu azad edər, kimisi də onu məhv edər. Hədisi Muslim öz səhih əsərində nəql etmişdir. 24-cü hədis. Əbu Zər el-Ğifari radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm öz Rəbbindən belə rəvayət etmişdir. Allah buyurur, ey qullarım, mən zülm etməyi özümə haram etdim və sizin aranızda da onu haram buyurdum. Elə isə bir-birinizə zülm etməyin. Ey qullarım, mən hidayət verdiyim kimsələrdən başqa hamınız zəlalətdəsiniz. Elə isə məndən hidayət diləyin, sizə hidayət bəxş edim. Ey qullarım, mən yedirdiyim kəslərdən başqa hamınız acsınız. Elə isə məndən yemək istəyin, sizi yedirdim. Ey qullarım, mən geydirdiyim kəslərdən başqa hamınız çılpaqsınız. Elə isə məndən geyim istəyin, sizi geyindirim. Ey qullarım, siz gecə-gündüz günah işlər görürsünüz. Mən də bütün günahları bağışlayıram. Elə isə məndən bağışlanma diləyin, sizi bağışlayım. Ey qullarım, siz mənə zərər yetirməyə qadir deyilsiniz ki, zərər yetirəsiniz. Eləcə də mənə fayda verməyə qadir deyilsiniz ki, fayda verəsiniz. Ey qullarım, əgər əvvəlinciləriniz və axırıncılarınız, insanlarınız və cinləriniz aranızdakı ən təqvalı insan kimi olsalar belə, bu mənim mülkümdə heç bir şey artırmaz. Ey qullarım, əgər əvvəlinciləriniz və axırıncılarınız, insanlarınız və cinləriniz aranızdakı ən günahkar bir kimsə kimi olsalar belə, bu mənim mülkümdən heç bir şey əksiltməz. Ey qullarım, əgər əvvəlinciləriniz və axırıncılarınız, insanlarınız və cinləriniz bir yerə toplanıb məndən istəsələr, mən də hər kəsə istədiyini versəm, bu mənim mülkümdən heç bir şey əksiltməz. Yalnız dənizə batırılan iynənin dənizdən əksiltdiyi kimi əksildər. Ey qullarım, bu sizin əməllərinizdir. Mən onları sizin üçün hesaba alacaq, sonra da sizə onların əvəzini verəcəyəm. Odur ki, kim xeyir tapsa, Allaha həmd etsin. Kim də xeyirdən başqa bir şey tapsa, qoy özündən başqa heç kəsi qınamasın. Hədisi Muslim rəvayət etmişdir. 25-ci hədis. Yenə Əbu Zər radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabələrindən bir dəstə adam onun yanına gəlib dedi, Ya Rasulallah, var dövlət sahibləri bizdən çox savab qazanırlar. Onlar bizim kimi namaz qılır, bizim kimi oruç tutur, üstəlik ən gözəl malları Allah yolunda sədəqə verirlər. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, məgər Allah sizin üçün sədəqə verəcəyiniz şeylər hazırlamayıb? Həqiqətən hər bir təsbih sədəqədir, hər bir təkbir sədəqədir, hər bir təhmid sədəqədir, hər bir təhlil sədəqədir, yaxşı əməlləri buyurmaq sədəqədir, pis işlərdən çəkindirmək sədəqədir, habelə sizdən birinizin öz həyat yoldaşı ilə yaxınlıq etməsi də sədəqədir. Səhabələr soruşurlar ki, Ya Rasulallah, birimiz öz xanımı ilə yaxınlıq edir və buna görə savab qazanır. O dedi, məgər haram yolla yaxınlıq etdikdə buna görə günah qazanmırmı? Eləcə də halalı ilə yaxınlıq etdikdə savab qazanır. Hədisi
Muslim rivayet etmiştir. 26-cı hədis. Əbu Hüreyrə radiyallahu anhudan rivayet olur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: İnsanın oynaqlarından hər biri üçün hər gün bir sədəqə vardır. 2 nəfər arasında ədalətlə hökm verməyin sədəqədir. Bir adama öz miniyinə minməkdə yardım etməyin və ya onun əşyasını qaldırıb miniyinin üzərinə qoymağın sədəqədir. Gözəl bir söz deməyin sədəqədir. Namaz qılmağa getdikdə attığın hər bir addımın sədəqədir. Əziyyət verən şeyi yoldan kənar etməyin sədəqədir. Hədisi Buxari və Muslim rivayet etmişlər. 27-ci hədis. Nəvvas ibn Səm'an el-Ansari radiyallahu anh rivayet edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Yaxşılıq gözəl əxlaqdır. Günah isə o xislətdir ki, o sənin içini narahat edir və sən istəmirsən ki, insanlar ondan xəbər tutsun. Hədisi Muslim rivayet edib. Həmçinin rivayet edilir ki, Vabisə ibn Mə'bəd radiyallahu anhu demişdir: Bir gün mən Rasulullah sallallahu aleyhi və səlləmin yanına gəldim və o məndən soruşdu: Gəlmisən yaxşılıq barədə soruşasan? Mən bəli deyə cavab verdikdə Rasulullah sallallahu aleyhi və səlləm buyurdu: Sən öz qəlbinə bax. Yaxşılıq o xislətdir ki, sənin içini rahat edir. Qəlbin də ondan arxayın olur. Günah isə o şeydir ki, o sənin içini narahat edir. Qəlbinə də şübhə salır. Hətta insanlar sənə təkrar fitva versələr belə. Hədis həsən hədisdir. 28-ci hədis. Rivayet edilir ki, Əbu Nəcih İrbad ibn Səriyə radiyallahu anhu demişdir: Rasulullah sallallahu aleyhi və səlləm bizə elə bəlağətli bir moizə etdi ki, bundan qəlblər titrədi və gözlər yaşla doldu. Biz dedik: Ya Rasulallah, bu sanki vida moizəsidir. Elə isə bizə tövsiyə et. Peyğəmbər sallallahu aleyhi və səlləm də buyurdu: Sizə Allahdan qorxmağı, üstəlik əmiriniz bir qul olsa belə, onu eşidib itaət etmənizi tövsiyə edirəm. Məndən sonra yaşayanlarınız çoxlu ixtilaflar görəcəklər. Belə olduğu təqdirdə siz mənim sünnəmə və doğru yolda olan raşidi xəlifələrimin sünnəsinə tabe olun. Bundan arxa dişlərinizlə möhkəm tutun. Sonradan dinə əlavə edilmiş yeniliklərdən çəkinin. Çünki hər bir yenilik zəlalətdir. Hədisi Əbu Davud və Tirmizi rivayet etmişdir.